Salam dostlar. Bugün 9 May 2025-ci ildə. Bu koloniya bizim bölmələrimizdən biridir. Anarı maylama uçuşuna çıxdı, lakin maylama uçuşundan sağ qayıtmadı. Hal-hazırda koloniyada anarı yoxdur. Və mənim də vaxtım azdır bu arıya ana qəbullandırmağa. İndi edəcəyim üsulla bu arıya çox gözəl şəkildə ana qəbullandırmaq mümkün olacaq. Bu gün hələ ki anarı verməyəcəyik. Anarını biraz sabah verəcəyik. Amma bu günlərim həmin anarı qəbullandırmaq üçün bəzi işlər edəcəyik. Belə etmək lazımdır ki, koloniyada arının ümumiyyətlə ümidi qalmasın. Nə yumurta qalsın, nə larva qalsın. Düz bu arada yoxdur. Amma yenə də bu koloniya ən gözəl şəkildə ananı necə qəbul edə bilər? Artıq bu koloniya erkəkləşməyə yaxın bir həddədir. Bütün çərçivələri, yəni bu dediyin istənilən koloniya üçün keçərlidir. İçəridə yumurta olsun, larva olsun, günlük olsun, keçərlidir. Ən tez şəkildə ana arını qəbullandırmaq mümkündür. Bütün çərçivələri sirkələyib digər koloniyaya verir ki, çərçivələr xarab olmasın, yumurta varsa məhv olmasın və arı yeşikdə çərçivəsiz qalacaq. Bir neçə saat və yaxud da bir gün. Mən bir gün saxlayacağım. Çünki sabah gün ortaya yaxın anarını alıb inşallah bu arıya verəcəm. Sirkələyib bütün arıları bura. Bütün hamısı. Yaxında bir arı varsa həmin koloniyaya vermək olar. Müvəqqəti. Axşam vaxtı etsəz daha yaxşı olar bir qədər. Çünki yağma riski olmasın. Çünki bağlı nektarlı çərçivələr var. Arılar başlayacaqlar qanat çırpmağa. Bunu bəlkə də çox adam görüb. Anasız qalan koloniyalarda arılar başlayıb qanat çırpırlar. Anasızlıqların əlamətidir. Və anarını, təzə anarını bura verdikdə bu arıların başqa şansı, başqa variantı qalmır onu qəbullanmaqdan başqa. Hal-hazırda mən 2 dənə arıma bunu edəcəm. Koloniyada anarı yoxdur. Amma diqqət etmək lazımdır ki, anarını yoxluğunu %100 biləsiniz. Və yaxud da anarını dəyişmək istəyirsinizsə, həmin anarını %100 götürəsiniz. Çünki burada anarı qalsa xeyri yoxdur. Yəni o bir anarını nə qədər içəridə saxlasaz da, nə etsəz də arılar onu qəbullanmayacaqlar. Mümkün deyil. Bu şəkildə bütün çərçivələri götürürük. Arı divarlara başlayacaq yayılmağa. Səhər açanda artıq ananı bura qoyanda 2 saat, 3 saata hazırdır. Ama arı qəbullanacaqlar inşallah. Yeşil sərsi dolları ilə. Elə də gücləri deyil, orta gücdə bir koloniyadır. Güclü koloniyaları anarını qəbullandırmaq daha çətindir. Nəinki uzun müddət anasız qalmış koloniyalara. Sabah inşallah anarını verəcək. Salam dostlar. Bugün 10 May 2025-ci ildir. Deməli bu koloniya bir müddətdə anasızdır. Və koloniyaya ən gözəl şəkildə ananı qəbullandırmaq üçün bütün çərçivələrini, hər şeyini götürmüşəm bu arada. Arının bütün ümidi belə deyəkdə yoxdur. Nə yumurta var, nə günlük var, nə larva var. Nə çərçivə. Bunu istənilən gücdə koloniyaya etmək mümkündür. İstənilən gücdə, yəni 2 mərtəbə olsun, 1 mərtəbə olsun, 10 çərçivə olsun. Yəni arının hər şeyini götürüb arını ümidsiz qoyursan. Baxın görün necə qanat çırpırlar arılar. Yəni bu anasızlığın əlamətlərindən biridir. İndi biz sadəcə nə edəcəyik? Götürürük ana arını qəfəsdə bu şəkildə. Bu bizim yeni ana arımızdır. Ana arını qoyacaq tam mərkəzə. Tam mərkəzə qoyacaq. Və gözləyəcək nəyi? Təxminən bir neçə saat. İçəridə arıların qanat çırpmaları kəsilənə qədər. Yəni, ana arının qoxusunu artıq bütün koloniya qəbullandıqdan sonra qanat çırpma dayanacaq. Yox, əgər bir hissə qanat çırpmanı dayandırıb, yuxarı hissədə hələ də qanat çırpan arılar varsa, yenə gözləyəcəyik. Gözləyirik ki, ana arının qoxusunu hər biri arı qəbul eləsin. O zaman arının ölmə ehtimalı yoxdur, azdır. Bunu bu şəkildə qoyuruq, qapadırıq, bir də bir neçə saatdan sonra açıb baxacaq görək. Koloniyada vəziyyət necədir? Yəni, qanat çırpırlar yoxsa yox? Bu şəkildə. Salam dostlar, bugün 11 May 2025-ci il. Deməli bu koloniyanı biz ayın 9-u bütün çərçivələrini götürdük. Ardı sirkələdik qutunun içərisinə. Ayın 10-unda bura bir anarı verdik. Anarını qəfəsdə verdik.
Və bir ayın 11-i artıq anarı çox şükür qəbul olunub. Həm bunda, həm digər koloniyada. Anarı buradadır, gördüyünüz kimi. Çox gözəldir, yəni qəbullandılar. Heç bir problem çıxmadı. Yəni 4 gün, 5 gün qəfəsin içərisində saxlamaqdansa, əgər əlinizdə imkan varsa, bir neçə, yəni arı koloniyanız varsa, çərçivələri çırpıb verin onlara, bir neçə gün, bir gün kifayət edir. Çərçivəsiz saxlayın, sonra arını verin. Bir gündən sonra da açın buraxın. Yəni çox gözəl şəkildə qəbullandılar. Heç bir problem də olmadı. Şükürlər olsun.